Quantify mövzu sınaqlarının izahı ilə davam edirəm. Baxa 14-cü testimizə. Baxın uşaqlar, burada nöqtələrdən sonra sex verilibdir, çizə deməkdir, cəmdədir. Deməli, biz demişdik ki, numerativ sözlər sayıla bilən isimlərin xüsusiyyətlərini daşıyır, cəmlənir. Təşkildirsə də en artiklı qəbul edir. Burada cəmlənibdir. Biz maçı verə bilmərik. Maç sayıla bilməyən isimlərlə işlənir, ələndir. Daha sonra veridən sonra isə artiklsız birləşmələri verə bilərik. Cavabımız oldu cəbəndir. Daha sonra baxıram 15-ci testimizə. 15-ci testimizdə patience səbir deməkdir, sayılmayan isimdir. Few sayıla bilənlərlə işlənir, many də həmçinin. Deməli, burada much, a lot of, little, bunlar üçü də sayıla bilməyən isimlərlə işlənir. A lot of həmçinin həm də sayıla bilən cəm isimlərlə işlənir. Burada deməli tərcümədən tapmalıyıq ki, burada da unfortunately yazıbdır, yəni bədbəxtlikdən. Əslində məntiqdən a lot of-la much ikisi də çox deməkdir. Yəni a lot of verə bilirəmsə, deməli much-ı da yaza bilərəm. Deməli düzgün cavabın olacaqdır, deməli. Deməli tərcüməni də eləyək. Bədbəxtlikdən Mary'nin uşaqlarla işləmək üçün səbri yoxdur, az səbri var, belə deyil. 16-cı testimizə baxaq. 16-cı testimizdə help sözü sayılmayan isimdir. Only-dən sonra artikllı birləşmə olmalıydı. A few sayıla bilənlərlə few də həmçinin. A lot da zərfdir, hərəkətə aiddir, ismə aid deyil. Düzgün cavabımız oldu A bəndi. Daha sonra baxıram 17-ci testimizə, daha çox imtahana düşən bir variantdır. Burada çox diqqətli olun. Əgər iki isim yanaşı işlənibdirsə, deməli biz ikinci ismə baxmalıyıq. Quantifier ikinci ismə aiddir. Many sayıla bilən cəm isimlərlə işlənir. Dresses də sayılır, cəmdədir, deməli düzgündür. A few bax yenə də vegetable soup. İki isim yanaşı işlənibdir. Soup sayılmayan isimdir, amma a few sayıla bilən cəm isimlərlə işlənir, olmaz. Cleaning powder. Deməli burada powder biz bilirik ki, toz təmizləyici toz deməkdir, sayılmayan isimdir. A little da sayılmayan isimlərlə işlənir, düzdür. Ondan sonra artiklla birləşmə işlənir, bu hissəsi düzdür, amma a few ilə teacher nə olmalıydı? Teachers olmalıydı, yanlışdır. Deməli much work experience. Deməli burada da much experience sözünə aiddir, təcrübə deməkdir, sayılmır, düzgündür. Deməli düzgün cavablarımız oldu 1, 3 və 5, yəni A bəndi.